Sabahınız, gün ortanız, axşamınız xeyir olsun. Yeni proyektlə qarşınızdayım. Qarabağ Futbol Klubu ilə Avropa Super Liqasında baş məşqçilik karyerasına başlayırıq. Necə olacaq Avropa Super Liqası qısaca göstərim sizə. Deməli, İngiltərə Liqasında ən güclü klublar Premier Liqada yerləşəcək. A diviziyonu adlanır bu. Daha zəif olanlar Championshipdə B diviziyonunda. Bu C diviziyonunun komandalarıdır və Qarabağ D diviziyonunda, bu da rəqibləri. İndi daha ətraflı şəkildə rəqiblərə baxacağıq. Hazırsınızsa başlayaq. Komanda ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. İmzamızı ataq. Və qarşınızda heyəti sizə göstərmək istəyirəm. Tamamilə yenilənmiş bir heyətdir. Savo, Kadi, Montiel, Yankovic, Makreçkis niyə bura gəlib düşüb? Gəlin dəyişək, Silvanı ataq bura. Pikay oynasın. Ehtiyat oyuncularımız da bunlardır. Montiel, Musa Qurbanlı, Mateus Silva, Bədavi Hüseynov, Renaldo Çepas, Şahruddin Məhəmmədəliyev, Bruno Langa, Abbas Hüseynov, Joel Muaddib, Samuel Lobato, Hikmət Cəbrayzadə və Zlomislic. Hədəflərimiz də var, qısaca onlardan da bəhs edeyim. Birinci mövsümdə təbii ki, C diviziyonuna yüksəlmək, daha sonra B diviziyonuna yüksəlmək, sonra A diviziyonuna yüksəlmək, 4-cü mövsümdə artıq ilk 10-u təmin eləmək, 5-ci mövsümdə ilk 5 və son mövsümdə də çempionluğu hədəfləyirəm. Əlavə hədəflərimiz də var, Qarabağ kubokunu qazanmaq, FA Cup'ı qazanmaq. Buralarda bildiyiniz kimi artıq 4 divizyonun bütün komandaları olacaq. Arsenal, Atletico Madrid, Borussia Dortmund, Chelsea, Barcelona, Bavaria, Porto, Juventus, Bayer Leverkusen, Liverpool və sair komandalar var. Dayandırıb baxa bilərsiniz tez-tez. Özümüzün hazırladığı qaydalar da var, onlardan da qısa bəhs edeyim sizə. Oyuncu sayı 26-dan çox olmamalıdır. Bura akademiyanın oyuncuları daxil deyil. Legioner limiti də tətbiq eləmişəm. Birinci mövsümdə 14+2, buradakı +2 yalnız 23 yaş və daha aşağı olan legionerlər ola bilər. Növbəti mövsümlərdən isə 12+2-yə düşəcək. 21 yaşdan aşağı minimum bir Azərbaycanlı futbolçu ilk 18-likdə olmalıdır. Yəni ya əsas heyətdə, ya ehtiyat oyuncular skamyasında. Bizdə də burada hələlik bu şərti ödəyən Hikmət Cəbrayzadədir. Yaşı burada düz göstərilməyib, səhv eləmirəmsə 16-17 yaşında olmalıdır hal-hazırda. Komandanın heyətində yaşı 30-dan çox olan oyuncuların sayı 5-dən artıq olmamalıdır. Bizdə neçə oyuncu var hal-hazırda burada? Zubir, Bədavi, Şahruddin, Abbas Hüseynov, hələ ki 4 oyuncudur. Artmamalıdır bunlar. Transferlərlə bağlı da qaydalarımız var. Hər mövsüm maksimum 3 oyuncu transfer edə bilərik. Bunlardan da birinin mütləq pulu ödənilərək alınmalıdır. Digər ikisi sərbəst və icarə oyuncular ola bilər. 32 yaşdan yuxarı olan oyuncularla maksimum 1 illik müqavilə bağlaya bilərik və hər mövsümdə yalnız bir oyuncu 30 yaşdan yuxarı transfer edilə bilər. Və ən önəmlisi transfer eləyəndə mövsüm sonu ən yüksək reytinqli olan oyuncumuzdan 2 daha yuxarı reytingdə oyuncu ala bilərik. Məsələn, Makreçkis istəyəndə hal-hazırda ən yüksək reytingli oyuncumuz 72-dir. Deməli, bu mövsüm ancaq maksimum 74 overallı oyuncular ala bilərik. Və deyək ki, indi 74-lük aldıqsa, bu mövsümün transfer pəncərəsində 76-lıq oyuncu ala bilmərik. Bu mövsüm sırf 74. Aldığımız 74 gələn il deyək ki, qalxdı oldu 75, 76 oldu deyək. Onda gələn mövsüm transferlər eləyəndə biz maksimum 78-ə qədər oyuncu ala biləcəyik. Oyuncularımızın reytinqləri çox aşağıdır. Mən də dəymək istəmədim, qoy elə daha realist olsun və biraz da çətin olsun bizə oynamaq. Bütçəmiz hal-hazırda 14 milyon 722 min avrodur. Vaxt etməsin deyə bunları özüm düzəltdim. Hələlik cinah oyunu oynayarıq. Məşqçiləri də gətirmişəm artıq. Bunlardır. Bizə gənc oyuncular gətirmək üçün 3 dənə də skaut tutmuşam. Birini Azərbaycana göndərdim hücumçu axtarmağa. Biri Qarabağın da sevdiyi Portuqaliya bazarıdır. Yarım müdafiə axtaracaq bizə. Digəri də Braziliyada müdafiəçilər axtaracaq. Bütün bu işləri görəndən sonra bütçəmiz 6 milyona qədər düşdü. Tez inkişaf eləsinlər deyə oyunculara xüsusi təlimatları da verdim. Bunlar arasında ən potensiallı görsənən elə Montiellə Zubir aşağı gedir. Çepasdır. Savodur. Mən bilən hər şeyi hazır elədi. İndi keçə bilərik artıq oyunlara. Mən göstərirlər sağda. Heyətə də baxacaq, transferlər eləməliyik. Hansı oyuncuları bəyənirsinizsə, qaydalara uyğun olmaqla yazarsınız şərhlərə. Həmin oyunculara da baxarıq. Bizə belə başa düşürəm ki, qapıcıya ehtiyacımız yoxdur. Burada bir də Gnali ilə Boltu komandadan göndərdim. Ehtiyac yoxdur onsuz da. Həm də çox legioner yeri tutur. Elvinlə Langa sol cinahdadır. Elə belə davam eləmək olar. Müdafiədə 3 müdafiəçimiz var. Bədavi də yaşlanıb artıq getdikcə reytinqi də düşəcək. Bir müdafiəçi transfer eləməliyik mütləq şəkildə. Sağda Abbasdır, Mateusdur, Makreçkisdir. Ola bilər Makreçkisi yarım müdafiə çəkək.
Yarım müdafiədə də oyunçu yoxdur. Lobato, Yankovic, Bikayo var. Bir nəfər də almaq olar. 10 nömrədə Kadi, Montiel, Hikmət var. Yaxşıdır. Sol cinahda Zubir yaşlanır, amma Ronaldo Çepas var burada. Rual Muaddib də buradadır. Sağda oyunçu yoxdur. Kaşuk qalıb. Çepası sağa çəkmək olar. Hücumda da Zakaria Savo ilə Musa Qurbanlıdır. Mənə elə gəlir ki, bu mövsüm bir müdafiəçi ilə bir dayaq yarım müdafiəçisi transfer eləsək, hələlik bizə bəxş eləyə bilər. Bu arada heyətə indi baxdım, 17 dənə legioner var. İkisi Lobato ilə Varkoni 23 yaş və aşağı kateqoriyasına uyğun gəldiyi üçün bir nəfəri göndərməli komandadan. Elə təklif də gəlib, Kaşuka gəlib deyəsən təklif. Kaşuku istəyirlər bizdən. 1.350.000 verirlər. Mən göndərməyəcəm Kaşuku. Hələlik saxlayaq komandada, indi baxarıq. Ümumiyyətlə bugün transferləri dəyinmək istəmirəm. Siz rəyləri yazarsınız, kimləri göndərək, kimləri saxlayaq, ona uyğun transferləri eləyərik. Təlim məşq toplanışı gəlib bizə. Deməli, haranı seçək? Ən çox pul verəni götürək də. Bəli, əziz tamaşaçılar, Qarabağ Futbol Klubu bu mövsüm təlim məşq toplanışını keçirmək üçün Türkmənistanın Aşqabat şəhərinə yollanır. Burada komandanın rəqibləri Kastilyon, Herven və Kocaeli Spor olacaq. Aldatdılar bizi. Bu nə komandadır belə? Kocaeli zad yazır ora. AVS Futbol Sad. Yəqin ki, düz tələffüz elədim. Heyətimiz yaxşıdır. Ehtiyat oyunçuları da yığaq. Yoxsa Silvanı da qoyaq bura. Hələlik yaxşıdır məncə heyətimiz. Əsas heyətdə bunlar olacaq. Keçək oyuna. Səhər-səhər pendir lavaş, gün orta aş, axşam bozbaş yeyən komandamız təlim məşq toplanışı çərçivəsində ilk oyununa çıxır. Rəqib AVS Futbol Sad komandasıdır. Başladıq ilk vuruş. Qarabağ komandasından oldu Kaşuk. İndi topa nəzarət eləməyə çalışacaq Qarabağ ilk dəqiqələrdən. Bəhlul Mustafazadədən dribling ötürməsini verir. Yankovic sol tərəfə ötürmə. Elvin Cəfərquliyev. Cəfərquliyev topu saxladı. Hücumun cinahını dəyişmək istəyir. Alındı Bikayo. Yankovic, ara ötürməsi Abdullah Zubir. Zubirin bu arada xalası rəsm müəllimi olub. Dayısı Makleri idi və Zubir topu itirdi. Özü isə 9-cu sinifdə olarkən musiqi dərsindən fərqlənmə diplomu almışdı. İndi Zubir ötürməsi Savo. Nə baş verdi, mən də başa düşmədim. Qarşıladı o topu Zubir. Yenə indi Savonu çıxartmaq olar. Savo. Qapçı Savo. Gol. Zakaria Savo hesabı. Komandanın 14 nömrəli oyuncusu hazırlıq oyununda hesabı açır. Rəqib kifayət qədər zəif görünür və Savo ilk zərbəni dəqiq yerinə yetirə bilməsə də ikinci vuruşdan hesabı 1-0 eləyir. Orada istədim sərt zərbə vurum. Yaxşı alınmadı. Oyuncuların reytinqləri də aşağıdır Qarabağda. Çox hərəkətlər eləmək olmur. Yaxşı aldı. Ötürməsi Savo. Savodan pas Kadi. Geriyə çəkdi Bikayo. Makreçkis yaxşı açıldı burada. Topu atır önünə qaçır. Qaça bilmirlər. Qaçmağa çalışır. Ötürməsini verdi Bikayo. Buradan yoxlamaq olarmı? Yaxşı pressingdən aldı. Savo özü bitirəcək. Ay. Savo ötürmə vermək olardı. Kaşuk oradaydı. Yaxşı alınmadı zərbəsi. Elvin qarşıladı, amma rəqib üçün. Cinaha boş qalıb Yankovic qaçır ora. Qoyma. Ay. Elvin, niyə boşaldırsan mövqeyi? İlk hücumdan ilk qolları. Bəhlul da baxır. Eybi yox, vurmaq olar. Bir də hazırlıq oyunlarıdır. Hələ oyuncuları potensialını. Bir bütün həvəsimi qoyursan ürəyimdə. Söz danışıram orada. Yenə təhlükəli dəlilər. Asuncao sol cinah ötürməsini verdi. Makreçkis çatmalıdır burada topa. Daha doğrusu rəqibə. Hoppa. Getdi Yankovic. Ver pası, özündə qaç. Sən də bir də.
Ondan təhlükəli ola bilər əks hücum. Müdafiəçilərimiz heç güvən vermirlər, az sürət də yoxdur. İndi aldı. Oyunu öz sürətində biraz az qoymuşam, uçmurlar oyuncular, çünki elə real görsənmir. Yenə Zubir, boş dönü. Yaxşı ötürmə gələ bilər indi. İkinci ötürmə, zərbə Savo, qapıcı yaxşı oynayır. Makreçkis, ötürmə, yenə ara pasları ilə keçirlər. İndi boşdur Savo, vur artıq bunu Savo, vur artıq bunu, üstünə vurur yenə. Çox zəifdir bitiricilik. Və beləcə birinci hissə başa çatır. Komandamız 1-1 hesablı bərabərliyə razılaşır ilk hissədə. İkinci hissədə ümid edirik ki, qələbə qolunu vuracağıq. Çepasa baxmaq istəyirəm. Makreçkisi bura çəkib, bura bir dənə Mateus Silvanı gətirir. Bir də Musaya baxaq da, Savo çox epizod qaçırtdı. Hələlik belə davam edək, indi birazdan yenə dəyişikliklər eləyərik. Yaxşı aldı Musa. Oyuna girən kimi. Hoppa. Cəfər Quliyev fırlana aldı axır topu. Hop. Musa. Yaxşı ötürmə verdi. Kadi irəliyir. Kadi itirmə Kadi. Yaxşı pas Musa. Musa qurbanlı və 2-0. Bitiriciliyi belə olar. Musa. Sen mezarlıkları ziyaret edemediğin için sevgili Musa. Mezarlıklara fazla gitmediğiniz için sevgili Musa, oralardaki gelişmeleri göremiyorsunuz. Mərkəzdə boşluq var. İndi dəyərləndirmək olar. Yenə eyni epizod. Kadi bu dəfə. Kadi vurdu və gol. Kadi Borges. Hesab 3-1 olur. İndi əvəz etmələrin vaxtıdır. Elə Kadini yola salaq, Montiel gəlsin. Lobatonu da yoxlamaq istəyirəm. Yankovic dincə. Desə hamısını dəyişmək olur şeydə. Zubir də çıxsın. Muattib gəlsin. Elə müdafiəçilərdən də birini dəyişək. Bəhlul çıxsın, hələlik Bədavi oynasın. Bəlkə bu mövsüm elə Bədavi ilə gedərik. Musa çəkdi, verdi ötürməsini. Montiel. Montiel sürətlidir, göndərir qapı qarşısına. Başla zərbə. Bu dəfə belə yoxlamaq istəyirəm. Hop. Ayx. Bədavi. Hələ ki, ehtiyatdan meydana daxil olan oyuncular daha yaxşı təsir bağışlayır. Buna boşluqdur buraxırsa. Bədavi, ye onu Bədavi. Buraxma, gəlirlər, buraxma. Hoppa, Elvin. Hop, əla Elvin, əla. Makreçkis. Sağa bir ötürmə. Ver, qaç. Əla. Gir. Əla. Hara gedirsən? Burax. Ver, əla, hara. Götürdü. Hop. Raket getmədi. Koxaskara çıxmışsan. Elvin nə edirsən? Elvin qoyma. Asıldı qoyma. Aferin. Varkoni. Makreçkis elə bil yarım müdafiədə daha yaxşıdır. Daha çox yəni bizə fayda verir. Əla buraxdı. Matib. Asma verək, pas verək. Hop, vur. Ağla. Deyirsən. Və beləcə bitir görüş. Qarabağ 3-1 hesabı ilə qalib gəlir. Heç yerə ayrılmırsınız indi. Baş məşqçimiz Nuray Kərim mətbuat konfransı keçirdəcək. Oyunculardan razı qaldım, komandamızdan razı qaldım, oto örtüyündən razı qaldım. Xarici pasportumu itirmişdim, getdim dəyişməyə, asan xidmətdən də razı qaldım. İlk oyunlardan sonra Türkmənistan Prezident Kubokunda hazırki vəziyyət belədir. Qarabağ liderdir, averajla. Gənclər Birliyi var, Sparta, Rotterdam var. Bu futbol kimdir, biz bunlara hardan baxaq? Portuqaliya olmalıdır. Portuqaliya 2-ci liqası deyəydim ki.
Yaxşıdır, biz də Portuqaliyadan yaxşı oyunçular alırıq. Bu antrenman çox önəmlidir. Yaddan çıxsa mütləq yadda olma. Hə, hələ yoldaşlıq oyunları da. Hikmət yaddan çıxmışdı. Mütləq biz onu ya əsas heyətdə, ya ehtiyatda saxlamalıyıq. İndi görək skautlardan oyunçular gələcəkdə onsuz Azərbaycanlılar baxaq görək kim yaxşı çıxır. Enerjisi düşənləri elə eləməliyik ki, toparlasınlar. Lobato üçün təklif gəlib. Yox, icarəyə vermirik. Neyinirik icarə? Transferlərin hamısını belə qərarı gəldim ki, gələn bölüm eləyim. Baxın, vaxtımız var bizim. Yəni, xeyli vaxtımız olmalıdır, hələ bir ay. Ayın 20-si, ad günü. Bu oyunu da oynayaq, sonra saxlayaq. Rəylərdə yazın, ona uyğun transferləri eləyək. Kimləri göndərək, kimləri saxlayaq. Sonra 3-cü yoldaşlıq oynayırlar. Ondan sonra liqa başlayır. FCSB, Ferencvaroş, Hertz, Young Boys, Valencia, Fiorentina, vay. Kubokda PAOK var. İkinci oyuna keçməmişdən qabaq bir dənə də təklif var. Çepasa. Qarabağın yeni aldığı oyunçuları satmaq istəmirəm. Oy da, nə qəşəng pul verirlər. Yox, satmıram. Hələ ki satmıram. Baxarıq, bəlkə satdısa satarıq. Bir də deyim, necə oyunçular ala bilərik, onlara da uyğun baxaq. Maksimum 74 reytinqə qədər oyunçu ala bilərik, ondan yuxarı ala bilmərik. Bir də bizim legioner limiti də dolub. Hələ bir nəfər göndərilməlidir, mən Zubiri göndərmək istəyirəm. Yazanda yazın ki, kimi göndərək, yerinə kimi alaq. Biraz da Azərbaycandan oyunçu almalıyıq ki, bir dənə baxaq elə bilə. Yerlilərdən Nərman var, Tural var, Mahir var, Renat var, Aleksey Sayev, Anton Krivatsuk var, Sadiq Məmmədzadə, Ozan Kökçü, Amin Ramazanov, Taşqın Eltər. Ən yüksək reytinqli oyunçumuz 68 ilə Krivatsukdur. Müdafiədən onsuz da bizə oyunçu lazımdır. Aleksey Sayevi də təzə göndərmişik. Yazarsınız Azərbaycanlılardan mütləq heç olmasa bir oyuncu almalıyıq. Bir ya iki oyuncu. İndi rəqibimiz Sparta Rotterdamdır. Bu artıq ciddi rəqib sayıla bilər. Yorğun oyuncularımız var. Amma hələlik bu heyət çıxa bilər. Bir dənə Bəhlulu dəyişib Bədavini salmaq istəyirəm. Sonradan yenə dəyişərik yerlərini. Bikayonu çıxardıb Makreskisi bura çəkib. Bura Mateus Silvanı almaq olar. Kaşkun yerinə Çepas oynasın. Banqanı bir dənə yoxlayaq Elvinin yerinə. Dəyişmişkən elə qapıçımıza da baxaq. Və bir dəfə də Şahrüddin dayansın qapıda. Hikmətin də oyununu görmək istəyirəm. Montiel oynamasa da olar. Dumansız Albionda Qarabağ klubu Sparta Rotterdamda qarşılaşır. Komandamızın əsas heyətini indi sizə təqdim edəcəyik. Qapıda göstərmədilər. Qapıda bir Şahrüddin Məhəmmədəliyev, müdafiəçilər, yarım müdafiəçilər və hücumçular oynayacaq bu oyunda. Və start fiti səsləndirildi. İndi oyun başlayır. Sağ ol Langa. Elə qasdı ki orada. Topsuz qaslama. Ay Şahrüddin, nə inirsən sən? Çıxdı, amma bu dəfə vətənə, millətə xeyirli çıxış oldu. Dərhal Ağzınaxa, saxla o topu. Əla. Açıl, götür. Çepas. Yaxşı ötürmə gəldi. Bir daha zərbə və gol. Çepasın orada olmağı Ağzınaxı sürətləndirdi. Kaşukdan daha yaxşıdır. Savoya da ancaq belə boş toplar çıxartmaq lazımdır, vursun deyəsən. Qoyma gəldi, qoyma. Al. Axır ki, nə inirsən? Qaşağıya, xoşuma gəldi mən bu. Bundan baxacağım yenə. Hoppa. Yaxşı. Ayda, düz eləmədim. Mən yerlə pas vermək istəyirdim. Səhv bastım. Bizim bir dənə hal-hazırda üstünlüyümüz odur ki, rəqibin oyunçuları sürətli deyirlər. Yoxsa bu sən nə eləyərdilər bizim? Allah. Hop. Makreskis. Sol boşdur. Qas. Əla. Keç onu. Əla, vur. Oy. Kim idi o? Langa idi o. Langa da vəhşi kimi qasır özü də. Gəl bura. Rankovic. Dolay boşdu qabağı. Vur oradan. Ala oraya.
Allah. Mən Elvin tərəfdarıydım, amma bu Langa yaman oynayır ha. Onun günaha çəkmək olar. Asıl da qaqaş. Zubirin yerinə çəkmək olar bunu. Vurdu nə? Ayda. İstəmirəm eyni qollar vuraq, fərqli kombinasiyalar yoxduram. Rəqib imkan verirsə oynamağa, imkan vermir rəqib. Çıx Şahruddin, çıx. Şahruddin nə edirsənsə? Tipik Şahruddin qol oldu ya bu. Langa gəl ey canavar, gəl. Bu necə qasır ha? Minimum 90-91 vardı da sürət. Qapısı belə çıxmalıdır. Makreski vurarsan oradan, ver pası. Offside. Musa'nı salacağım hemen. Hələlik Musa ilə Joel Muaddibi saldım. Çepas. Adına baxırdım görüm kimdir. Bəs də bəhanə elədin də. Saxlayamıram da topu. Campeones, ale, 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 campeones. Nə oyun çıxardırsınız, gəlin yerimizə. Hanı müdafiəçilər? Qoyma. Hardadır bu müdafiəçilər? Hardasınız? Baba. Gəldi, keçdi, qaldı orada. Bax. Qayıtmır heç kim. Oynaya qayıdırlar. Bax, heç kim yoxdur. Sən kimi tutursan burada? Burada ümumiyyətlə nə işlə məşğulsan burada? Varkonik. Kimi tərif edirsən? Makreskisi qaytarıq yerinə. Bura gəlsin Bikaya. Bəhlulu saldım, Kaşuku saldım, Hikməti saldım. Başqa oyuncu qalmadı. Getdik. Aha. Vur. Oy. O neydi Musa? Gecələdilər 2-dən oyuncumu orada. Sonra deyirəm müdafiə hardadır? Müdafiəni çəkirəm qabağa da. Aldın, almadın buraxacaq. Yaxşı. Bədavi hamısından yaxşı oynayır. Yaxşına baxma. Burax da bunu da. Vur da. Kaşuk da bunu da. Vur da. Üstünə yox. Ay Kaşuk. Komanda ilə çox işləmək lazımdır. Dəhşət problemləri var komandada. Gol. Bəhlul. O qədər ağızların içindən vura bilmirlər. Vurduğu topa var. Kim nə deyirdisin? Bu hükümət görən kimi oyun tərifləmir. Allah haqqı tərifləməyəcəm. Heç nə yoxdur da. Heç nə yoxdur. FIFA boy. Sparta Rotterdam. FIFA qabağı çəkir Rotterdamı. Uduz mündə bu oyun. Nə yenirsin? Yaxşı qutardı ha. Qaqaşın Lanqanın sürəti çox xoşuma gəlir. Ona yox, Lanqaya verəcək. Offside yoxdur. Vur onu, vur. Gol! Adımı görək, gəl görüm bura. Pedro Bikayo. Elə bildim offside var ya orada. Deyirsən FIFA boy biz olduq. Ya baxım bir dənə. O birisinin orada yuxarıdakının ayağı pozub offside. Deyirsən pozur. Pozur. Biraz müdafiəyə yataq. Bitirək. Uduzmaq istəmirəm. Davay Yankoviç, davay. Özün vurursan yoxsa pas. Ay. Beləcə bitir. 2-də 2 eləyirik. Nuray Kərim gəlir ekranlara.
Bu dəfə həqiqətən də komandadan razı qalmaq olar. Keçən oyun baxmadıq, yaddan çıxdı. Bu dəfə heç olmasa baxaq. Savı 7-4. Hikmət Cəbrayılzadə 8.3 verib. Sağ ol Hikmət. Bir dənə assist də var. Kad 7-8. Bu 10 nömrələri onsuz da həmişə çox verirlər. Bu FC26-da oyunda həmişə belədir. Makriskis 7.5 yaxşıdır. Langa yaxşıdır. Pikayo yaxşıdır. Sava yaxşıdır. Ən zəif yərin Şahrüddin. Musaya verib. Musa hələ heç nə eləmədi bu oyunda. Şahrüddin də elə 5.4-dür. Kepas. Zubir. Cinahlarımız ölüb. Buna bax. Kaşuk, Muaddib, Zubir, Kepas. Heç nə. Kesin oyunda mən razı qalmadım heç birindən. Bunun elə montajı da var. Şeş gedir də. Ona görə istəyirəm elə burada bitirim. Həm də sizin təklifləri də alaq ki, gələn dəfə artıq transferləri eləyək. Konkret deyim gələn bölümdə nə ilə məşğul olacağıq. Deməli, buradakı son oyunu oynamaq istəmirəm. Birbaşa liqaya başlayarıq. Heç olmasa minimum 4 dənə oyun oynayarıq. Bir də təkliflərinizi yazın. Necə eləyək? Bütün oyunlarımı oynayaq, yoxsa bəzilərini lazım olanda simulyasiyaya buraxaq? Qeyd edirsiniz. Bir də mütləq transferləri deyin. Gələn bölümdə artıq transferləri bitirmək istəyirəm. Heç olmasa yəni qalsa da ən azından bir transfer qalar. Çünki yəqin ki 6 dənə oyunu oynayıb qutara bilmərik. İzlədinizsə, bəyəndinizsə, bura qədər gəlib çatmısınızsa, kanala abunə olmağı da unutmayın. Mənə ən böyük dəstəyiniz sizin bəyənmələriniz, şərhləriniz, paylaşmağınız və abunə olmağınızdır. Özünüzdən müğayət olun, salamat qalın.